Gününüz xeyirli olsun uşaqlar. Maddənin aqreqat halının dəyişmə proseslərində tələb olunan istilik miqdarı mövzusunun tapşırıqların izahına baxmış olacağıq. Amma hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Başlayaq öyrəndiklərinizi tətbiq edin hissəsinə. Məişətdə istehsal və texnikada müxtəlif növ yanacaqlardan istifadə olunur. Şəkildə müxtəlif növ yanacağın hər birinin 1 kiloqramının tam yanması zamanı ayrılan istilik miqdarı göstərilmişdir. Və bizə deyir ki, müzakirə edin. Bu yanacaqlardan ən perspektivlisi hansı növ yanacaq hesab edilir və niyə? Müzakirə edək. Deməli, daş kömür yandığı zaman burada 2,9 vurulsun 10 üstü 7 joule enerji ayrılır. Tullantı olarak karbon 12 ayrılır bir de. Məişət qazı yandığı zaman isə tullantılı olarak H2O yani su, bir de karbon gazı ve ayrılan istilik miqdarı isə 3,2 vurulsun 10 üstü 7'dir. Benzinə baxdığımız zaman ayrılan istilik miqdarı 4,4'tür. Ama tullantı olarak karbon 12. Hidrojenə baxaq. Hidrojenin yandığı zaman ayrılan istilik miqdarı 12 vurulsun 10 üstü 7. Ama tullantımız ise su. Demək ki, bizdən ən perspektivlisi soruşursa, əvvəlcə fikir verməliyik ki, ayrılan istilik miqdarı ən çox olsun. Ən çox olan əlbəttə ki, burada hidrojendir. Bununla bərabər tullantı olaraq hidrojende ayrılan sudur. Və buna görə də ən perspektivlisini hidrojeni götürə bilərik. Keçək indi öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsində belə bir cədvəl verib bizə və deyir ki, cədvəldə L, M, N və O təmiz maddələrinin xüsusi ərimə istilikləri və kütlələri verilmişdir. Bu parametrlərdən istifadə edərək birinci sualımız bu formadadır ki, maddələr ərimə temperaturunda eyni qızdırıcıda qızdırılarsa, onlardan hansı daha tez əriyər? Daha tez əriməsini soruşduğu üçün xüsusi ərimə istiliyi kiçik olan maddə ərimə temperaturunda daha tez əriyər. İndi gəlin baxaq, xüsusi ərimə istiliyi hansıdır? 175,6 joule bölünsün qram el maddəsindədir. Daha sonra M maddəsində isə 100 qramı 22,86'dır. 50 qramı 118,10 N maddəsində, bir də 50 qramı 332,7 O maddəsində. İndi bizə deyirsə ki, onlardan hansı daha tez əriyər? Xüsusi ərimə istiliyi kiçik olanı seçərik. Baxaq, xüsusi ərimə istiliyi kiçik olan hansıdır? M maddəsi. Ona görə də daha tez əriyər M. Amma ikinci sualına baxaq. Hansı maddənin tam əriməsi üçün daha çox istilik miqdarı sərf olunur? Hansı maddənin əriməsi üçün daha çox istilik miqdarı sərf olunarsa hesabladığınız zaman ayrı-ayrı küyləri tapmaq lazımdır. Və bu zaman ayrı-ayrı küyləri tapsaq, gəlin baxaq. Küyümüzün düstur əlbəttə ki, küy bərabərdir. Lambda vurulsun M-dir. İndi biz buradan uşaqlar lambda vurulsun M. Bir dəfə 177,64'ü 100'ə vurmalıyıq. Daha sonra 22,86'nı 100'ə vurmalıyıq. 118,10'u 50'yə vurmalıyıq. Bu zaman küyünü hesablayarıq. Sonra 332,7'ni 50'yə vurmalıyıq. Gəl bir-bir hesablayaq. Yaxşı. Bərabərdir. 100'ə vurduğumuz zaman edəcək. 100'ə vuranda küy bərabərdir. Bir dəfəlik cavabını yazıram. 86. Sonra küy bərabərdir. Vursaq neçə edəcək? Bu edəcək 1181. 1181'i də 5'ə vurmaq lazımdır. 1181'i vuraraq 5'ə. Edəcək burada 5,
0, 4 yadda 9, 5. 5905. Digərində isə deməli biz bunları bir-birinə vurduğumuz zaman alarıq ki 16603 tam onda 5. İndi baxın uşaqlar, bizdən soruşur ki, tam əriməsi üçün daha çox istilik miqdarı sərf olunar. Daha çox istilik miqdarı sərf olunar. Hansı rəqəm burada ən böyükdür? Baxın birincisi. Demək ki, tam əriməsi üçün el maddəsində daha çox istilik miqdarı sərf olunacaq. Doğru cavab A variantında gizlənib. İkinci suala da baxaq. Cədvəldə bəzi maddələrin qaynama temperaturunda və normal atmosfer təzyiqində xüsusi buxarlama istilikləri verilmişdir. Deməli uşaqlar bizdən soruşur ki, burada eyni temperaturda və bərabər kütlədə götürülən hansı maddə tamamilə buxarlanması üçün daha az istilik miqdarı sərf olunar? İndi biz bunu hesablamaq üçün gəlin səliqə ilə yazaq buradan. Daha az istilik miqdarı sərf olunduğunu hesablayaq. Baxın, yenə də Q bərabərdir. LM düsturundan istifadə edəcəm. İndi bizim burada kütlələrimiz var. Bir kütlələri yerinə qoyacağım. Bir də xüsusi buxarlanma istiliyini cədvəldən qeyd edəcəm. Q su üçün yazaq. Bərabərdir. Suyun eli nə qədərdir? Baxaq. 2300-dür. Kütləsi də 50-dir. Davam edək. Q civə üçün yazıram. Baxın buradan civə. Bərabərdir. Civəni seçirəm. 300-ə bərabər imiş. Bəs kütləsi nə qədərdir? 150. Sonra Q spirt üçün yazıram. Bərabərdir. Spirtin baxaq xüsusi buxarlama istiliyi 900 imiş. Vurulsun. Bir də spirt 200-ə bərabərdir kütləsi. Və ən sonuncu hansıdır? Efir. Q efir üçün bərabərdir. Efir nə qədər imiş? 400. Vurulsun. Kütləsi də 250. İndi biz bunları bir-bir hesablamalıyıq və buradan da baxa bilərik ki, hansında daha az istilik miqdarı sərf olunacaq. Baxaq, bərabərdir. Vuraq bir-birinə. 3 0 buradan gəlir. Və 23-ü 5-ə vurduğumuz zaman edəcək 115. Bərabərdir. Yenə 3 0 buradan gəlir. 3-ü 15-ə vuranda 45. Bərabərdir. 18 4 0. Bərabərdir 100 və 3 0. İndi baxaq görək hansı daha az istilik miqdarı tələb olunur. Ən kiçiyi hansıdır? C. Yəni C neymiş? Bildiyimiz civə. Bax bu. Ən az. Burada A'nın cavabı olur. Demək ki, az istilik miqdarı sərf olunar civə. Sonra deyir, qaynama temperaturunda qaz halında olan hansı maddə tamamilə eyni temperaturlu maye halına keçməsi zamanı ətrafa daha çox istilik miqdarı verər. Bunu hesabladığımız zaman yenə də eyni düsturdan istifadə edəcək. Eyni ilə bu şəkildə hesablamış olacaq. Sadəcə olaraq ətrafa istilik verər dediyi üçün qarşısına mənfi edirik. Və bu zamanda yenə də ətrafa daha çox istilik verəri dediyi üçün ən böyük rəqəmimiz hansıdır? Ən böyük burada spirtdədir, bəli. 180 min. Demək ki, ən çox böyük. Bu olacaq spirt. Belə uşaqları bu şəkildə sizinlə bütün tapşırıqları izah etmiş olduq. Yenə də hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyimizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər